Lerik rayonunun Hamarmeşə kəndində yağan intensiv qar kənd sakini Asəf Əlrızaoğlu Muradova məxsus fərdi yaşayış evinin dam örtüyünü sıradan çıxarıb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Damın uçması səbəbindən ev yaşayış üçün yararsız hala düşüb. Evdə olan bütün əşyalar qonşuların köməyi ilə təhlükəsiz şəkildə yaxınlıqdakı evə daşınıb. Hadisə ilə bağlı aidiyyatı qurumlara məlumat verilib, ailə müvəqqəti olaraq qohumlarının evinə yerləşdirilib. Bildirək ki, Hamarmeşə kəndinə 1 metrə kimi qar yağıb. Məsələ ilə bağlı rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov sorğumuza cavab olaraq bildirdi ki, Hamarmeşə kəndində qarın ağırlığına tab gətirməyib. Damı sıradan çıxan ev əslində sahibkara məxsus yardımçı tikili gözətçi evidir. Bir otaqdan ibarət olan sözü gedən ev yaşamaq üçün həmin ailəyə verilib. Görünür tikinti işləri normaya uyğun aparılmayıb və bu hadisə baş verib. Artıq ailə yaxınlarının evlərinə köçürülüb. Komissiya sədri onu da bildirdi ki, gecə rayon ərazisində -10 dərəcə şaxta müşahidə olunub. Hazırda gün çıxıb və qar əriməyə başlayıb. Kəndlərə elektrik enerjisinin verilişi bərpa olunub. Əhalinin sıx yaşadığı kəndlərə gedən yollar qardan təmizlənib. Lənkəran-Lerik yolu tam açıqdır. Elvin Qudrətov, Həcər Həsənova, İlqar Mustafayev bugün informasiya proqramı üçün.